Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi tahirin el masumin ve la'nu daim ala a'daihim ecma'in minel ana ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Mübarək cümə günüdür. Allah inşallah ibadət taatlərimizi qəbul eləsin. Keçən cümə yadınızda olarsa əgər insanın mənəviyyatının insan maddiyyatında nə qədər təsirli olması barədə danışdıq və qeyd elədik ki, əgər insanın mənəviyyatı kontroldan çıxarsa, nəzarətdən çıxarsa, dünyanın bütün sərvətinə, dünyanın bütün ali, belə deyək, dünyəvi dəyərlərinə sahib olarsa, yenə də insan rahat olmayacaq. Yenə insan əlində olan nemətlərdən bəhrələnə bilməyəcək, faydalana bilməyəcək. Və qeyd elədik ki, insan daim müvazib olmalıdır, daim diqqətli olmalıdır. Biz elə bilirik ki, dünyada insan necə imtahan verir bir dəfə, tutaq ki, hansısa bir işə qəbulla bağlı və o bir imtahanın nəticəsindən asılı olaraq qəbul olundu və yaxud da olunmadı. Biz bu imtahanı Allahın imtihanı ilə bəzən səhv salırıq. Elə bilirik ki, dünyada da yalnız nə zamansa, xüsusi məqamlarda, xüsusi zamanlarda bizlər indi bir dəfə imtahan olunarıq ya olunmarıq, ondan da söhbət bitdi. Yəni insan yaşayır, ona verilən ömrü, zamanı yaşamalıdır və necə deyərlər, öz təbirimizlə, kobud ifadə ilə desək, harda qırıldı məntiqi ilə bir çoxlarımız yaşayırıq ki, gərək belə olmasın. İnsan aləmdə yaşadığı müddətcə daim imtihan olunur. Daim insanın bizim başımıza gələn, istər xoşa gələn, istər xoşa gəlməz bütün hadisələr bizim imtihanımız üçündür. Ona görə biz daim özümüzü nəzarətdə saxlamalıyıq. Daim özümüzün hərəkətlərimizə, düşüncələrimizə, reaksiyalarımıza diqqətli olmalıyıq. Necə velosiped sürən bir insan, necə daim o hərəkətdə olmalıdır ki, yıxılmasın, insan Allah münasibətləri də bu cürdür. İnsan daim özü ilə müvazib olmalıdır, özünə diqqətli olmalıdır ki, hardasa qəflətə düşüb yıxılmasın. Yəni belə deyil ki, bir dəfə insan imtahan verdi, onunla da iş bitdi. Xeyr, daim hər gün, hər an, hər bir hadisə bizim imtahanımızdır. Və keçən cümə dedik ki, insan diqqətli olmalıdır, hisslərini nəzarətdə saxlaya bilməlidir. Dedik ki, qəzəb mühüm bir hissdir. Qəzəb Allahın insana verdiyi nemətlərdən biridir. Amma əgər o nemət nəzarət olunmazsa, insanın bəlasına çevriləcək. Bəzən yanlış bir fikir formalaşır insanlar arasında ki, dindar qəzəblənməməlidir, dindarın hirsi olmamalıdır, əsəbi olmamalıdır. Bu yanlış bir şeydir. İnsandırsa, bütün insanlar arasında olan ortaq hisslərə bu da malikdir. İnanclı insan fövqəlbəşər deyil ki, o da bəşərdir, o da insandır. Başqalarının sahib olduğu xüsusiyyətlərə bu da sahibdir. Bunun da nəfsi var, bunun da tamahı var, bunun da digər təmayülləri var. Sadəcə dindardan tələb olunan o sahib olduğu təmayüllərə, o nəfsinə, tamahına, qəzəbinə hakim olmalıdır. Qurani Kərimdə Ali İmran surəsində Allah müttəqilərdən, təqvalılardan danışarkən buyurur, onların bir xüsusiyyəti də budur, vəl-kaziminəl ğeyz. Onlar qəzəblərinə, əsəblərinə hakim olarlar. Qəzəblərini nəzarətdə və kontrolda saxlaya bilərlər. Demir mömin əsəbi olmaz. Demir mömin qəzəblənməz. Xeyr. Yer var orada mömin gərək qəzəblənə. Yer var gərək orada qəzəbinə hakim ola. Bunu doğru düzgün müəyyən eləmək lazımdır. Ona görə bu məsələyə ciddi fikir vermək lazımdır. Qəzəb iki cürdür. Bəyənilən qəzəb var, bəyənilməyən qəzəb var. Və hər ikisinin təsiri qaçılmazdır. Əgər bəyənilməyən qəzəbi Peyğəmbər belə eləsə, ona güzəştə getmirlər. Bəyənilən qəzəbi isə hamıdan istəyirlər, tələb olunur. Məsələn, Ənbiya surəsinin 87-ci ayəsində Allah buyurur ki: "Və zənnun izzəhəbə muğazibən fəzənnə əllə nəqdirə aleyh."
Yunus peyğəmbərdən danışır. Bilirsiniz, Yunus əleyhissalam göndərilmiş ilahi elçilərdən və səfirlərdən biri idi. Uzun müddət cəmiyyətə təbliğ aparır. İnsanlara haqqı, həqiqəti, tək Allahlığı təbliğ aparmasına baxmayaraq çox az dəstə iman gətirir Həzrəti Yunus əleyhissalama. Və bir gün Yunus əleyhissalam bu hadisədən, öz işinin effekt verməməsindən, insanlara asılı olan tərəfdən, yəni adamlar iman gətirmirlər, inadkeşlik eləyirlər, cürəbəcürə müxtəlif yöndən bəhanələr gətirib Yunus əleyhissalamın təbliğinə müsbət cavab vermirlər. Həzrəti Yunus əleyhissalam qəzəbli halda tərk eləyir ümmətin. Qəzəbli halda tərk eləyir, qövmün tərk eləyir və insanlara Allahdan əzab gəlməsini gözləyir. Yeganə, zahirən mənim yadımda belə qalıb, yeganə Həzrəti Yunusun qövmüdür ki, ilahi əzab onların barəsində gerçəkləşəndən sonra ki, yəni mütləq bunlar artıq əzaba düçar olmalıdırlar, onların həqiqi tövbəsinə görə Allah əzabı onların üzərindən götürür, geri qaytarır. Həzrəti Yunus əleyhissalam qəzəblənir, müəyyən mənada düz qəzəblənir, amma burada bəyənilməyən qəzəb idi. Gərək Həzrəti Yunus əleyhissalam daha dirəniş göstərəydi, daha müqaviməti çox olaydı, daha da ciddi cəhdlə çalışırdı. Axı insanlar iman gətirdi, gətirmədi, düzdür adama təsir eləyir, bizim özümüzə də təsir eləyir. Amma biz insanlara görə eləmirik, bizim işimiz Allaha xatirdir. Bir nəfər də olsa, 10 nəfər də olsa, 100 nəfər də olsa, 1000 nəfər də olsa, biz öz üzərimizə düşən vəzifəni icra eləməliyik. Elə ki Allah buyurur bu Yunus peyğəmbəri kitabında xatırla və onun bu əməlinə görə, tərki övlasına görə, yersiz qəzəblənməsinə görə, yersiz cəmiyyəti tərk elədiyinə görə bir balıq nəhəngini əmr elədi bunu tutsun. Fənada fiz-zulumat Allah ilahə illə ənt subhanəkə inni kuntu minəz-zalimin. Həzrəti Yunus əleyhissalam o zülmətlərin içərisində fəryad elədi ki, ilahi səndən başqa heç bir məbud yoxdur. Sən hər bir eyb və nöqsandan paksan, mən özüm özümə zülm eləmişəm. Mən gərək bu işi görməzdim. Vallahi Həzrəti Yunus əleyhissalama balığın qarnından nicat verir. Yəni məsələ çox önəmlidir. Peyğəmbər olmuş olsa belə yersiz əgər qəzəbləndisə, yəni o yerdə ki gərək qəzəblənməydi, orada qəzəbləndi, hirsləndisə, mütləq əməlinin nəticəsi olur və gedir balığın qarnına düşür. Yəni bu peyğəmbər. Bu bir. İkinci hədislərdə qeyd olunur, Həzrəti Nuh əleyhissalam da bilirsiniz, çox 950 il Quran-ı Kərim buyurur təbliğ elədi. Az bir dəstə iman gətirdi. Axırda Həzrəti Nuh qövmünə bəddua elədi ki, Allahım bunları məhv elə da, bunlardan yer üzərində saxlama ki, bunlardan facirlər, fasiqlər doğulub törəyəcək. Və bunlar bəla gəldi, bunların hamısı boğulandan sonra Həzrəti Nuh'a iman gətirənlər istisna olmaqla hamı boğuldu, məhv oldu. Şeytan gəldi Həzrəti Nuhun yanına, dedi, ya Nuh, sən mənim boynuma böyük bir minnət elədin, yaxşılıq elədin. Həzrəti Nuh soruşdu ki, sən haram, mənim yaxşılığım hara, sənlə mənim yaxşılığım necə ola bilər? Mən sənə yaxşılıq eləmərəm axı. Dedi, yox, mən illər zəhmət çəkəcəkdim, planlar quracaqdım ki, bu qədər cəmaatı cəhənnəmə aparmaq üçün. Amma sən bir dənə dua eləməklə bunların hamısını tökdün cəhənnəmə. Amma sənin mənə olan bu yaxşılığın müqabilində sənə tövsiyələrim var. Ey Nuh, 3 yerdə məni xatırla. Birincisi, elə ki qəzəbləndin, elə ki hirsləndin, məni xatırla, bil ki mən sənin yanındayım. Həqiqətən görürsən ki, insan əsəbi olanda, qəzəblənəndə elə işlər insandan baş verir. Görürsən, əliyazu billah, əstəğfirullah, adam küfr eləyir. Bəzən bu olur, görürsən, küfrə düşür. Bəzən görürsən, əlindən bir xata çıxır, adam ölür. Və yaxud da hansısa bir formada xoşagəlməz bir işlər olur, ailə dağılır, qonşuluq münasibəti, qardaşlıq münasibəti, qardaş-bacı münasibəti pozulur o şeytanın hesabına. Dedi ki, ya Nuh, elə ki gördün, qəzəbləndin, məni yanında bil. Bil ki, mən sənin yanındayım. Bu balaca məsələ deyil. Biz bunları yüngül hesab eləyirik, amma yüngül məsələ deyil.
Ayətullah Səadətpərvər vardı, Allah rəhmət eləsin, böyük alimlərdən biri idi. Mənəviyyat sahəsində yol getmiş adamlardan biri idi. O deyirdi ki, mən bir dəfə ailəmin üstünə bərkdən səsimi qaldırdım. Aləmi mənada mənə dedilər ki, 70 illik savabı əldən verdim. Yəni sadə bir şey deyil. Biz elə bilməyək aləm öz başınadır. Biz elə bilməyək bizim elədiyimiz əməllərimiz elə evin büküncündə və yaxud da dünyanın bu boyda kainatın büküncündə ilişdi qaldı. Xeyr. Hər birimiz kainat qədər böyüyük və ciddi nəzarət altındayıq. Hər bir rəftarımız, hər bir hərəkətimiz Allah tərəfindən nəzarət olunur. Əməllərimiz qeydə alınır. Dedilər ki, qəzəbləndim, məni yadında saxla. Bil ki, mən sənin yanındayım. Bir. İkincisi, iki nəfərin arasında hökm verəndə bil, mən sənin yanındayım. Elə ki, qəzavət eləyirsən. Biz hər gün qəzavət eləyirik. Hər gün məhkəmə eləyirik. Məhkəmə təkcə o inzibati binalarda olan məhkəmələrdən söhbət getmir. Heç yeri gəlsə ora şeytan müdaxilə eləyə bilmir. Ortada fakt var, sübut var. Fakt və sübutlar əsasında qərar verilir, hökm verilir. Biz hər gün faktsız, sübutsuz, ədalətsiz məhkəmələr qururuq. Çox təəssüf ki, bu günləri bizim cəmiyyətdə qurduğumuz ədalətsiz məhkəmələrin sayı hesabı yoxdur. Evlərimizdə ədalətsiz məhkəmələr, çayxanalarda ədalətsiz məhkəmələr, çox təəssüf məscidlərdə bəzən ədalətsiz məhkəmələr. Necə? Bir nəfərin söhbəti danışılır, qarşı tərəf yoxdur burada. Qarşı tərəf dinləmədən, qarşı tərəfin argumentin bilmədən dərhal biz bunu təsdiq edirik ki, sən düz deyirsən. Təbii ki, hər kəs öz sözünün göyçəyin deyir, hər kəs özünə sərf eləyən tərəfi deyir. Amma qaziliyin ibtidai qaydası budur ki, hər qarşı tərəfi də dinləyəndən sonra hər iki tərəfi dinləyib Allah tərəfi doğru, düzgün bir dənə mövqeyi sərgiləyəsən. Məgər bu qədər boşanmaların sayı artıbdır. Boşananlar bu yanlış məhkəmələrin, yanlış ailə daxili məhkəmələrin nəticəsi deyilmi? Dedi, ya Nuh, elə ki, iki nəfərin arasında hökm elədin, məni yanında bil. Üçüncü nədir? Üçüncü naməhrəmlə bir yerdə xəlvət otaqda oldun, bil mən sizin yanınızdayam, burada diqqətli olmaq lazımdır. Ona görə çox mühüm məsələdir. Yəni sözümün canı burdadır ki, peyğəmbərlər belə bu məsələdən amanda qalmayıblar. Yəni onlar da əgər hansısa formada xəttdən çıxsalar, dərhal onlara da cəza gəlir. O peyğəmbərlərdən iki nümunə dedim Qurani-Kərimin ayələrinə əsasən. Və bir alimdən də nümunəni dedim. Çünki nə qədər biz diqqətli olmalıyıq. Yersiz qəzəblər, yersiz problemlər, kimlərinsə insandan olan şeytanların söz gətirməsi ilə əsəbləşirik, nəticədə aləm dəyir bir-birinə. Və sonra məlum olur ki, sən deməklə bu şeytanlıq eləyir. Sonra artıq insan gedib tərəfdən halallıq ala bilmir və insan dünyadan gedəndə boynunda haqqonnasla gedir. Biz elə bilirik ki, haqqonnas ancaq kimdənsə pul alıb verməməkdir. Halbuki bu ən yüngülüdür. Pul alıb verməməyi varis həll eləyə bilər. Amma birinə böhtan deyəsən, birinə qeybət deyəsən, birinin şəxsiyyətini alçaldasan, bunun halallığı sıradan məsələ deyil. Bunu elə halal elə, o da dedi, halal elədim deməklə iş yola getmir. Cəmiyyət içərisində birinin abrını aparır insan. Bu bəyənilməyən qəzəblərdir ki, peyğəmbər olsa belə ondan keçmirlər. Amma bəzən də bəyənilən qəzəblər var ki, yer var, gərək orada qəzəblənəsən. Orada sakit durmaq olmaz. Sakit dursa insan orada günah eləyibdir. Onlardan biri nədir? Dini dəyərlərin, mənəvi dəyərləri təhlükədə olan insan sakit durursa, deməli bu adamın problemi var. Qurani-Kərimdə iki yerdə Əraf surəsi 15-ci ayə, Taha surəsi 86-cı ayə baxa bilərsiniz bu ayələrə. Allah Həzrəti Musa əleyhissalamdan danışır. Musa qövmünə tək Allahlığı tövsiyə eləyir, təbliğ eləyir, onları formalaşdırır və gedir münacat eləməyə. Münacatdan 30 gün münacat müddəti idi, 10 gün əlavə olunur, imtahan günləri olur. 10 günə Samiri adında bir adam sui-istifadə eləyir və buzov düzəldir və cəmaata deyir ki, sizin Rəbbiniz budur, Musanın Rəbbi budur. Hamı buzovpərəst olur. Xəbər gedir satır Həzrəti Musaya ki, sənin qövmün buzovpərəst oldu. Ayə bu cürdür. Fərəcə Musa ilə qavmi Qadban əsifən. Həzrəti Musa əleyhissalam qəmli və qəzəbli halda qövminə tərəf döndü.
Və ayənin davamında siz əgər baxsınız, görəcəksiniz əlində olan o lövhələr ki var idi, Tövrat. Onları atdı yerə, yapışdı qardaşının yaxasından ki, sən niyə bunları işdən çəkindirmədin? Bir yerdə ki, mənəvi dəyərlər təhlükə altındadır. Bir yerdə ki, insanların mənəviyyatı ilə oynayırlar, orada sakit qalmaq olmaz, orada gərək mövqe bildirəsən. Qəzəb aləmi vurmaq bir-birinə deyil. Qəzəb şüşə sındırmaq, qab sındırmaq deyil. Qəzəb boş-boşuna stolun üstünə yumruq vurmaq deyil. Qəzəb öz mövqeyin və etirazın bildirməkdir. Biz bəzən elə bilirik ki, qəzəb odur ki, insan qışqıra, söyüş, təhqir, tənə, lənət filan, deyərlər ki, filan kəs qəzəblənibdir. Qəzəb budur ki, insan öz etirazını ifadə edir ki, mən sənin gördüyün bu işlə narazıyam, razı deyiləm sənin bu işi ilə. Musa əleyhissalatu vesselamın Allah Qurani-Kərimdə mənəvi dəyərlərin təhdidini gördüyü zaman qəzəbin xüsusi şəkildə vurğulayır 2 ayədə. Həzrəti Peyğəmbər əleyhissalam buyurur ki, Allahın halalın haram, haramın halal olduğunu görən mömin yaralı şir kimi qəzəblənər. Və bununla etirazını bildirər ki, axı kimə icazə verib Allahın halalını haram, haramını halal deyə kimsə? Bu məsələ çox önəmlidir. İnsan, biz keçən cümə danışmışdıq ki, İmam Zeynulabidin əleyhissalam buyurur, Allahım sənə pənah aparıram. Nədən? Qəzəbin mənə hakim olmasından. Qəzəb mənə hakim olmasın. Mən qəzəbi kontrolda saxlayım. Mən qəzəbi nəzarətdə saxlayım. Və dedik, son sözüm olsun. 2 cürdür qəzəb. Bəyənilən və bəyənilməyən. Bəyənilməyən qəzəblər yersiz olan qəzəblərdir. Bu Peyğəmbər də olsa keçmirlər. Yunus Peyğəmbər Allahın izni olmadan qövmin atdı, getdi, nəticədə düşdü balığın qarnına. Muğazibən, fəzənnuni, zəhəbən muğazibən. Qəzəbli halda bu adam çıxdı, getdi. Keçmədilər. Ona görə diqqətli olmalıyıq. Bir qonşunun sözü ilə, bir uşağın sözü ilə, sıravi bir məişət məsələləri ilə hayküy salmaq, qışqırıq, bağırıq salmaq, münasibətləri korlamaq, bunlar insana qəzəbin hakim olmasından xəbər verir. Amma bəli, bir yer var, orada gərək qəzəblənəsən. O hardadır? Mənəvi dəyərlər əgər təhdid altına gedirsə, gərək orada qəzəblənəsən. Milli dəyərlər təhqir altına gedirsə, təhrif eləyirlərsə, gərək burada qəzəblənəsən. Hər bir millət öz milli və mənəvi dəyərlərinə sahib çıxmalıdır. Milli və mənəvi dəyərlərinin keşiyində durmalıdır. Və dediyim kimi, qəzəb aləmi qarışdırmaq deyil. Qəzəb öz etirazını aşkar şəkildə ifadə eləməkdir. Bu baxımdan İmam Zeynulabidin əleyhissalamın bu duasını hər dəfə eləyək ki, İlahi bizləri qəzəbimizə, hirsimizə, əsəbimizə hakim olanlardan qərar ver. Bu duaları eləyək ki, Allahın qəzəbi bizim üzərimizə olmasın. Biz hər gün namazda, həmd surədə, həmddə oxuyuruq ki, İlahi bizi doğru yola hidayət elə. İhdina sıratal müstəqim, sıratəl-ləzinə ən'amtə aleyhim. Nemət verdiyin kəslərin yoluna. Qayril məğdubi aleyhim. Bizi qəzəb olunmuşların yoluna aparma. Allah bu özü ayrıca bəhsli, qəzəb olunmuşlar kimlərdir? Kimləri Allah qəzəb eləyibdir? Bəzən Allah adama qəzəb eləyir. Allahın qəzəb eləməsi, nəuzubillah, insan kimi bir dəfə əsəbləşə, bir dəfə mehribanlıq göstərə deyil. Allahın rəhmətin bir insanın üzərindən götürməsi o adam üçün elə qəzəb deməkdir. Rəhmətindən onu məhrum eləməsi. Bu baxımdan İmam Zeynulabidin əleyhissalam səhifə-i Səccadiyyədə buyurur ki, Allahım qəzəbin mənə hakim olmasından sənə sığınıram. Allah inşallah sizdə bizdə hər birimizi dediklərimizə, eşitdiklərimizə əməl edənlərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.